Salamlayıram hər birinizi, maraqlı bir sualla qarşınızdayım. Sizcə uğurlu insanlar doğuşdan istedadlıdır, yoxsa onların bəzi vərdişləri onları zirvəyə çatdırır? Bugünkü videoda mən sənə uğurlu insanların 7 gizli vərdişlərindən danışacağam. Hansı ki bu vərdişləri həyatına daxil etsən, uğur sənin üçün də qaçınılmaz olacaq. Birinci, hər gün oxumaq. Səncə Elon Musk, Bill Gates kimi insanlar nəyə görə bu qədər uğurludurlar? Onlar gün ərzində ən azı 1 saatlarını oxumağa sərf edirlər. Əgər sən bugün özünü inkişaf etdirməsən, sabahın dünəndən fərqli olmayacaq. İkinci, time management, vaxt planlaması. Sən vaxtım yoxdur deyirsən, ancaq gündəlik 3 saatını Netflixdə, YouTube'da və yaxud müxtəlif oyunlarda keçirdirsən. Uğurlu insanlar isə vaxtlarını idarə etməyi bacarır. Əgər sən hər gününə planlı şəkildə başlamasan, başqalarının planının bir parçası olacaqsan. Buna görə də hər axşam ertəsi gün üçün vacib olan 3 işini yaz və plana uyğun hərəkət et. Üçüncü, gündəlik plan tutmaq və hədəflərini yazmaq. Bilirik ki, uğurlu insanların hər gün beyinlərində milyonlarla fikir olur və onlar hər bir şeyi yadda saxlaya bilmirlər. Bunun üçün ən gözəl variant yazmaqdır. Beynimiz məlumatları unutmaq üçün proqramlaşdırılıb. Əgər biz bu məlumatları yazsaq, beynimiz bunları mühüm hesab edir. Hər səhər 5 dəqiqə vaxt ayırıb hədəflərini yazmağı unutma. Dördüncü, düzgün insanlarla əhatələn. Uğurlu insanların ətrafı negativ, pessimist, motivasiyasız və hədəfsiz insanlarla dolu olmur. İndi sən də öz çevrəni düşün. Sənin ətrafında olan insanlar sənə motivasiya verib inkişaf elətdirir, yoxsa sənin enerjini alırlar? Unutma ki, zaman keçirdiyin 5 insanın ortalamasısan. Kiminlə vaxt keçirəcəyinə mütləq diqqət et. Beşinci, risk etməkdən çəkinmə. İnsanların əksəriyyəti risk etməkdən, dəyişiklik etməkdən qorxur. Amma uğurlu insanlar heç bir zaman risk etməkdən çəkinmir. Unutma, ilk addım atmasan, heç zaman zirvəni görə bilmərsən. Altıncı, daim özünü yoxlamaq və inkişaf etdirmək. Hər gün özünü sorğu-suala çək. Bugün dünəndən daha yaxşıyam və yaxud dünəndən bugünə nələr dəyişib həyatımda, nə kimi irəliləyişlər əldə etmişəm. Uğurlu insanlar hər gün yeni bir şey öyrənməyə cəhd edirlər. 7-ci və sonuncu, məğlubiyyətlərdən dərs al. Əksər insanlar hər hansı bir işdə uğursuz olduqda geri çəkilirlər. Uğurlu insanlarsa bunu bir dərs kimi görür. Thomas Edison 10.000 dəfə uğursuz oldu, amma sonunda elektrik lampasını icad etdi. Unutma, həyatda ya qazanarsan, ya da öyrənərsən. Uğursuzluqlarını qəbul et, amma ruhdan da düşmə. Bugünlük bu qədər. Unutma, uğur bir gündə gəlmir, amma sənin vərdişlərin səni uğura bir addım daha yaxınlaşdırır.